Bilirsən, son 5 ildə İslam bu idmanın zirvəsində olub. O yüngül çəki üzrə çempion idi və uzun müddət ərzində titul namizədi idi. Artıq 5 ildir ki, insanlar onu tanıyır. O daim zirvədədir. JDM isə indi gəlib. Bu həyatının ən böyük döyüşünü Belala qarşı qazandı. Və insanlar onu hələ yaxşı tanımır. Amma o bacarığını necə göstərdiyinə baxanda, düşünürəm ki, o bizim üçün çox çətin rəqib olacaq. Buna görə də çox sərt məşq etmişik. Dünən son sparingimizi bitirdik. Bu çox ağır keçən 11 həftəlik məşq dövrü idi. İslam döyüşü tam hazırdır və biz JDM-ə qarşı çox çətin döyüş gözləyirik. Biz ona hörmətlə yanaşırıq və bilirik ki, o çox dözümlü və güclü rəqibdir. İslam üçün çətin olacaq. Amma onun ikinci kəməri qazanmağı mümkündür. JDM çox yaxşı döyüşçüdür, əla zərbəçidir. Amma İslam hiləgərdir. Onun yaxşı güləşi var və o çox səbirlidir. Zərbələr buraxmadan rəqiblərini yerə salır və orada saxlayır. Həmçinin hamımız JDM ilə Belalın döyüşünü gördük və əminəm ki, İslam bu döyüşdən çox dərs çıxaracaq. Bəlkə də bəzi düzəlişlər edəcək. Çətin olacaq, amma İslam ikinci kəməri qazana bilər. Bu maraqlı döyüş olacaq. Bilirsən, İslam yüngül çəkilidir. Ona görə döyüşdə biraz kiçik olacaq, amma o hər tərəfli döyüşçüdür. Əgər o JDM-i yerə salıb və nəzarətdə saxlaya bilsə, qələbə qazanmaq şansı çox yüksəkdir. Amma maraqlı olacaq görmək, çəkidəki fərq döyüşə necə təsir edəcək. Bəs səncə kim favoritdir? Bilirsən, əmsallar kifayət qədər böyükdür. Maxachev 3-1 nisbətində favorit göstərilir. Məncə bu halda məntiqən İslama üstünlük verməliyəm. Çünki JDM-in yaxşı takedown müdafiəsi yoxdur. Amma bu döyüşdür. Hər şey ola bilər. Buna görə də azarkeşlər üçün çox həyəcanlı döyüş olacaq. Hamı bilir ki, o çox yaxşı boksçudur. UFC-də ən güclü əllərdən birinə malikdir. Amma o təkcə boksçu deyil. Onun son döyüşünə bax. Necə güləşə qarşı müdafiə olundu. Necə parterdə özünü rahat hiss etdi. Belal onu məncə ümumiyyətlə yerə sala bilmədi. Yox, bəlkə 2-3 dəfə yerə saldı. Amma elə bir şey deyildi ki, onu çaşdırsın. O parterdə da özünü çox rahat hiss edirdi. Ona görə də sənə demişdim ki, bu mənim həyatımdakı ən çətin döyüş ola bilər. Mən bu döyüş üçün çox ciddi hazırlaşıram. Çünki bilirəm ki, hər şey baş verə bilər və mən hər şeyə hazır olmalıyam. Nə olacağını bilmirəm, amma ümid edirəm ki, JDM onun balaca kəlləsini məhv edər. Ümid edirəm JDM onu döyər. Düşünürəm JDM çox daha yaxşı boksçudur və əgər onlar ayaq üzərində qalarsa, o mütləq ona meydan oxuyacaq. Ümid edirəm elə də olacaq. İslam nəsə boş-boş danışırdı. Deyir o kimlə döyüşüb ki, titul döyüşü qazansın. Özü Bobby Green'i döyüb titul şansı qazanıb. Mən onu səndən də tez uzatmışam. Bəs indi nə deyirsən, İslam? Yenidən yüngül çəkiyə düş və sənin də başını dağıdım. Düşünürəm ki, çox adam bunu sadəcə zərbəçi ilə güləşçinin qarşılaşması kimi görür. Amma bu tam belə deyil. Çünki İslam sadəcə güləşçi deyil. O çox güclüdür. Açıq-aydın MMA-da ən yaxşı döyüşçülərdən biridir. Amma məncə onu biraz çox ucaldırlar. Çoxları elə düşünür ki, o məni sadəcə yerə salıb orada saxlaya biləcək. Amma mənim də qalxmaq üçün bəzi hiylərim var. JDM-in boksu və onun göstərdiyi təzyiq inanılmazdır. Ona görə də o döyüşü vaxtından əvvəl bitirə bilər. İslam əladır. Çəki dərəcəsini artırmasına baxmayaraq, divizyondakı bir çox döyüşçü üçün kabus olaraq qalır. Amma məncə JDM bunu bacara bilər. Əminəm ki, İslam onu yerdə məğlub edə bilər. Xüsusilə Dricus Du Plessis-in nümunəsində gördüyünüz kimi. Əgər sən Dağıstan tərzi güləşçilərinin birini heç hiss etməmisənsə, qəfəsdə onu ilk dəfə hiss etmək istəməzsən. İslam və onların tərzi fərqlidir. Onların güləş hissi başqadır. JDM hətta bizim döyüşümüzdə də yerdə səhvlər edirdi. O çoxlu səhvlər buraxır.